Ve onun rakibi oktagona davet oldu. Ramiz Ahmedzade. He just wants to be heard, whether it's the beat of the mic. He feels so unlike everybody else alone, in spite of the fact that some people still think that they know him. He knows the code. It's not about the salary, it's all about reality and making some noise, making a story, making sure. Çocukla şey değil mi? Ve idmançılarımızla tanışalım. Onun boyu 1.74, seksi 70, yaş 22. 3 kat dünya şampiyonu, 5 kat Respublika şampiyonu, profesyonel dövüşün galibi, rekord 1, kulüp, xüsusi təyinatlı qüvvət, məşqçi Seymur Məhərrəmov, Göyçün Abbasali Abbasov. Onun rəqibi, onun 1.75 boyu, çəkisi 68 kilogram, yaş 23, 3 kat karate üzrə Respublika çempionu, klub Olimpiya, məşqçi Yusif Əliyev, qırmızı kürüz Ramiz Ahmedzade və referi Vüsal Bayramov. Qacaları bilirik, qacalar tozulur, qıramızdan sıkıntımızdan sonra dayanır. Yollar. Dirsel koy babasına. Dirsel'le kal. Dirsel'le kal Habasali. Dirsel koy başta kal. Belli diken. Bot. Dikene kimi bu? Bir daha da. Ayakta babasına. Selam ver. Habasali. Hemen yardım ediyor aslında. Oğlum buradan buraya koştu, yere vurdu. Bak yırtıldı, zilini. Araba hayvan. Abbas Ali. Bu dövüşün galibi birinci raundun birinci dəqiqəsində birinci raundun birinci dəqiqəsində texniki nakavtla Göyçün Abbasali Abbasov.
Like everybody else alone, in spite of the fact that some people still think that they know. Burada olan herkes, dəstək olan, burada bizi izləyən hər bir kəsə təşəkkürümü bildirirəm. Hər kəs bildiyi kimi mən bütün döyüşlərin xüsusiyyətlə həsr edirəm. Bu döyüşlərin xüsusiyyətlə xidmət edən qardaşlarımıza, şəhidlərimizə, qazilərimizə həsr edirəm. Mənim sədaqətim, mənim şərəfimdir. Mən də qeyd etmək istəyirəm ki, buralara gəlməyin səbəbi sağ olsun, Yusuf müəllim, Gözəl müəllim, təşəkkürlərimi bildirirəm, çox sağ olsun. İnşallah onlarla birlikdə inanıram ki, çox gözəl yüksək zərbələrdə olacaq. Öpürəm hamınızı, inşallah yeni uğurlarla qarşınızda olacaq. Çox sağ olun, təşəkkürlər. Uğurlar bakalım. Alkışlayın.